Salam, bugünkü dərsimiz adi və anlıq kəsirlərdir. Baxaq bütün qaydalarına görə adi kəsir nəyə deyilir? Deməli, A bölünsün B şəklində olan ifadəyə adi kəsir deyilir. Burada A kəsirin sürətidir. A kəsirin sürəti, B isə kəsirin məxrəci adlanır. Əgər A B-dən böyük olarsa, A kiçikdir B olarsa, o zaman belə kəsirə düzgün kəsir deyilir. Nümunə üçün baxaq. Məsələn, 5-də 3, 7-də 2 və s. Əgər kəsirin sürəti məxrəcindən kiçik olarsa, belə kəsirə düzgün kəsir deyilir. Əgər A B-dən böyük və yaxud B-yə bərabərdirsə, belə olan kəsirə düzgün olmayan kəsir deyilir. Məsələn, 4-də 4. 4-də 4 düzgün olmayan kəsirdir və yaxud da 4-də 7 və s. göstərə bilərik. Bunlar isə düzgün olmayan kəsirdir. Deməli, kəsirin sürəti məxrəcinə bərabər və yaxud sürət məxrəcdən kiçiksə, düzgün olmayan kəsir oldu. Yadımızda saxlayırıq ki, bütün düzgün kəsirlər sıfırdan böyükdür. Bütün düzgün kəsirlər. Birdən isə həmişə kiçikdir. Bütün düzgün kəsirlər sıfırdan böyük, birdən kiçik olur. Məsələn, 5-də 3, 7-də 2 və s. Bütün hamısı sıfırdan böyük, birdən kiçikdir. Sonra gəldik, baxdıq. Düzgün olmayan kəsirlərin, bir də bizdə var qarışıq kəsirlər. Qarışıq kəsirlər nəyə deyilir? Həm tam, həm də kəsir hissəsi olan kəsirlərə qarışıq kəsirlər deyilir. Məsələn, 2 tam 7-də 3-ə baxaq. 2 tam 7-də 3 qarışıq kəsirdir. Bunun həm tam hissəsi var, həm də kəsir hissəsi. Qarışıq kəsirləri düzgün olmayan kəsirə çevirdikdə məxrəc qalır. 7-ni 2-yə vururuq, 14, üstünə 3 gəlirik, 17. Bu şəkildə düzgün olmayan kəsirə çevirmək olar. Və yaxud da əksinə, düzgün olmayan kəsir qarışıq ədədə çevirəndə, məsələn, 5-də 23. 23-ü 5-ə bölürük. Biz ümumiyyətlə bilməliyik ki, kəsir xətti bölmə deməkdir. Sürəti məxrəcə bölünməsi deməkdir. 23-ü 5-ə böləcəyik 4 dəfə. Məxrəc olduğu kimi qalır, qalıq isə sürətdə yazılır. Həm də qarışıq kəsirləri, məsələn, 2 tam tutaq 7-də 3-dürsə, biz bunu 2 üstəgə 7-də 3 kimi də hər zaman göstərə bilərik. Bir şey də yadımızda saxlayırıq ki, hər bir natural ədəd məxrəci 1-ə bərabər olan adi kəsirdir. Məsələn, adi 5. 5-i kəsir formasında göstərə bilərik. Bura məxrəci 1 olan adi kəsirdir və salam. Hətta düzgün olmayan kəsirdir. Deməli, qeyd olaraq yadımızda nə saxlayırıq? Hər bir ədəd məxrəci 1 olan düzgün olmayan adi kəsir şəklində göstərmək olar. Gələk baxaq kəsirin əsas xassəsinə. Kəsirin əsas xassəsi görək nəyə deyilir. Kəsirin əsas xassəsi. Kəsirin sürət və məxrəcini eyni ədədə vurduqda və böldükdə ona bərabər kəsir alınır. Məsələn, 5-də 4. Bunu hər tərəfin 3-ə vursaq, 15-də 12 və yaxud istəsək, indi növbəti bərabərliyi yazanda bu hissəndə nəyəsə vura bilərik və yaxud bu hissəndə. Məsələn, 5-ə bu hissəni vururam. 5-ə vuranda 25-də 20 və yaxud bu hissəni 2-yə vururam. Olsun, 30-da 24 və s. yazmaq olar. Deməli, kəsirin sürət və məxrəcini eyni ədədə vurduqda və böldükdə ona bərabər kəsir alınır. Bu qaydaya deyirlər kəsirin əsas xassəsi. Gələk, indi kəsirin ixtisarına baxaq. İxtisar görək nəyə deyilir. İxtisar. Kəsirin ixtisarı kəsirin sürət və məxrəcinin eyni ədədə yalnız və yalnız bölünməsinə deyilir. Məsələn, 15-də 3. 3-ə ixtisar eləyəndə 1 dəfə, 15-in içində 3, 5 dəfə. Onu yaza bilərik, 5-də 1. Yadımızda bir də saxlayırıq ki, tamı olan kəsirin, yəni qarışıq kəsirdə ixtisar eləmək olar. 2 tam 20-də 4 olsa, 2 tama dəxli yoxdur. 4-ün içində 1 dəfə, bu 5 dəfə. Bunun yerinə 2 tam 5-də 1 şəklində yaza bilərik. Deməli, kəsirin ixtisarı nəyə deyildi? Kəsirin sürət və məxrəcinin eyni ədədə bölünməsinə kəsirin ixtisarı deyilir. Bir də yadınızda qalsın sadə kəsir anlayışı. Sadə kəsir anlayışı nəyə deyilir? Sadə kəsir ona deyilir ki, ixtisar olunmayan kəsirə sadə kəsir deyilir. Sadə kəsir. İxtisar olunmayan kəsirə nə deyilir? Sadə kəsir. Məsələn, 5-də 3. 5-də 3 sadə kəsirdir, çünki heç bir şeyə ixtisar olunmur. Gələk baxaq indi kəsirlərin müqayisəsinə. Adi kəsirlərin müqayisəsinə baxaq.
Adi kəsirləri müqayisə etdikdə adi kəsirləri müqayisə etdikdə birinci qaydamız. Məxrəcləri eyni olan kəsirdən sürəti böyük olan böyükdür. 5-də 3, məsələn, burada olsun 5-də 4. Məxrəcləri eyni olan kəsirdən sürəti böyük olan daha böyükdür. Gələk ikinci qaydamıza baxaq. Sürətləri eyni olan kəsirdən, əgər iki kəsirin sürəti eynidirsə, məxrəci kiçik olan daha böyükdür. Çünki kəsir xətti bölmədir də, 5-i 3-ə böləndə 5-i 4 yerə bölmədən daha çox düşür. Deməli, sürətləri eyni olan kəsirdə məxrəci kiçik olan böyükdür. Gəldik üçüncü qaydaya. 2-də 1, bura 3-də 2 yazın. Həm sürəti, həm məxrəci fərqlidirsə, o zaman burada ya sürəti, ya da məxrəci fərqi yoxdur, eyniləşdirə bilərik. Eyniləşdirdik. Sürəti məxrəci eyniləşdirdik. O zaman burada 6-da 3 alındı. Burada 6-da 4 gəldi birinci qaydamıza. Məxrəci eyni olanda sürəti böyük olan böyükdür deyə bu hissəni qoya bilərik. Yadınızda 4-cü qaydanı deyirəm. Yadınızda saxlayırsınız ki, əgər kəsirin sürət və məxrəcində təkrarlanma varsa, o elə təkrarsız hissəyə bərabərdir. Məsələn, 95-də 18 və yaxud da 9595-də 1818. Belə olsa və yaxud fərqi yoxdur. Bir dənəsə artıq da yaza bilərəm. Bu kəsirlə bu kəsiri müqayisə eləyəndə 959.595-də 181.818 kəsiri ilə 95-də 18 kəsirini müqayisə etsək, ortada bərabər qoyuruq. Yadınızda qalsın ki, əgər təkrarlanmalar varsa, o zaman təkrarsız hissəyə elə bir dənəsinə bərabərdir. Sonra gələk növbəti bu qaydanı yadınızda saxlayırsınız. Gəldik növbəti 5-ci qaydamıza baxaq. Görək 5-ci qaydamızda nə var? Yüksək ədədləri müqayisə etdikdə uşaqlar, məsələn 98-də 95 və yaxud da 95-də 92 olsun. 95-də 92 olsun. Bu kəsirləri müqayisə etdikdə yadınızda qalsın, bunları təbii ki, ya məxrəci, ya sürəti eyniləşdirsəniz, sizin kifayət qədər vaxtınız gedəcək. Bu qaydanı yadınızda saxlayırsınız ki, belə böyük ədədlər olan kimi tez sürət və məxrəcin arasındakı fərqə baxırsınız. Görürəm ki, 98-95-dən 3 vahid böyükdür, 95-də 92-dən 3 vahid böyükdür. Əgər düzgün kəsirdirsə, ədədləri böyük görünən tərəf daha böyükdür. Əgər düzgün olmayan kəsirdirsə, məsələn, 18-də 22-dir, bir də, deməli, bu bundan neçə vahid böyük oldu? 4. 10-da tutaq ki, 14-dür. Baxdım, deməli, 4 vahid. Bu belədirsə, o zaman bu tərəf böyükdür. Deməli, bir də təzədən qaydanı təkrar eləyirəm. Əgər düzgün məxrəc ilə sürətin fərqi eyni olan kəsirlər düzgün kəsirdirsə, o zaman ədədləri böyük görünən tərəf daha böyükdür. Düzgün olmayan kəsirdirsə, ədədləri kiçik olan tərəf daha böyük hesab olunur. Bu qaydaları yadınızda saxlayın. Gərək baxaq növbəti hissəyə, adi kəsirlər üzərində əməllər. Deməli, adi kəsirlər üzərində əməllər. Gələk buna baxaq uşaqlar. Hansı əməllərimiz var? Toplama, çıxma, vurma, bölmə. Kəsirləri, məxrəcləri eyni olan kəsirləri toplayıb çıxanda məxrəc olduğu kimi qalır. Deməli, məxrəci eynidirsə toplayanda, məxrəc və yaxud çıxanda fərqi yoxdur. Məxrəc olduğu kimi qalacaq. Sürətlər çıxılacaq. Toplayanda olacaq 5-də 4, çıxanda isə olacaq 5-də 2. Deməli, ikisinin artıq yer tutmasın deyə bunlar sadə qaydalardır da, belə yazdım. Sonra toplamasının çıxılmasını dedik. Gələk baxaq, deməli, tam ədəddən kəsr ədədin çıxılmasına baxaq. Məsələn, 7 çıxılsın 5-də 1. Bu zaman necə eləyirik? 7-nin xırdalıyıb yazarıq 6,5-də 5. Çünki 5-də 5 1 deməkdir. 6 tamdan bir yerdə 7 əmələ gətirir. Çıx 5-də 1. O
O zaman qalacaq 6 tam 5-də 4. Başqa bir çıxmanı da deyirəm. Yəni 7 tam, məsələn 5-də 2 çıx 1 tam 5-də 4. Burada 7 tamdan 1 tam çıxa bilirəm, amma 2-dən 4 çıxa bilmirəm. O zaman xırdalayırıq. 7-dən 1 əskik götürürük, olur 6 tam. Bu 5-də 5 idi. Heç nə olmasaydı 7 tam 5-də 5 yazacaqdıq. Amma yanında bir dənə də 5-də 2 varsa 5 qalır. 5 ilə 2 toplanır, sürətə yazılır. Çıx 1 tam 5-də 4 olduğu kimi olanda oldu 5 tam, 6 tamdan 1 tam çıxanda 5 tam 5-də 3. Vəssalam belə. Bir də fərqli toplamadan da birini deyim. Məsələn, 2 tam 4-də 3 üstəgə 4-də 2. Bunu toplayanda necə eləyirik? Oldu 2 tam 4-də 5. Tam hissəsi olan ədədlərin sürət düzgün olmayan kəsir ola bilməz. Təzədən bunu da çeviririk. 5-in içində 4, 4-də 5-i kənarda düzgün kəsirə çevirirəm. 1 tam 4-də 1 deməkdir. Qabaqda da bir dənə 2 tamımız olduğuna görə oldu 3 tam 4-də 1. Bu qaydaları da yadınızda saxlamaq vacibdir. Gərək baxaq, kəsirlərin deməli vurulmasına və bölünməsinə gələk baxaq. Kəsirləri vuranda vurulma və bölünməyə baxaq. Və bölünmə. Kəsirləri vurub böldükdə, məsələn, 7-də 3 vur 5-də 1. Əgər ixtisar yoxdursa, məxrəc-məxrəcə, sürət isə sürətə vurulur 35-də 3. Əgər ixtisar varsa, 6-da 1. Birinci ixtisarı etmək lazımdır. Sonra 14-də 1. Sonra vurmaq lazımdır. Tam ədədi kəsirə vuranda 5-də 2. Tam ədəd sürət hesab olunur. Çünki dedik ki, adi bir ədəd, istənilən bir ədədi məxrəcinə 1 yazıb kəsir düzəltmək olar. Bu da 5-də 6 eləyəcək. Sonra gələk baxaq qarışıq ədədlərin vurulmasına. 2 tam 4-də 1 vurulsun. Məsələn, 1 tam 5-də 3. Qarışıq ədədləri vurmaq olmaz. Mütləq və mütləq onu düzgün olmayana çevirməliyik. 4-də 9 vur, 5-də 8. Bir dəfə, 2 dəfə cavabımız oldu 5-də 18. Cavabımız oldu 5-də 18. Sonra gələk baxaq kəsirlərin bölünməsinə. Kəsiri kəsirə böləndə birinci qalır 7-də 3 böl, məsələn 4-də 1 olsun. Birinci qalır, ikinci tərsinə vurulur. 1-də 4. Burada da ixtisar yoxdur. Məxrəc-məxrəcə sürət-sürətə vurulduğuna görə oldu 7-də 12. Bunu yadınızda saxlayın. Məsələn, 2-dir, bura 4-də 3-dür. Kəsir xəddi, bu tip misallar tapdıqda bərabərin dışında olan kəsir xəddini bölmə əməli kimi qəbul edirik. Deməli, bu 2 bölünsün 4-də 3 kimi baxırıq. 2-nin də məxrəci yoxdursa 1-dir, 1-də 2 vurulsun. 3-də 4, cavabımız olar 3-də 8. Sonra yadımızda saxlayırıq ki, qarışıq ədədləri vurub bölmək olmaz. Mütləq və mütləq düzgün olmayana çevirib sonra vurub bölmək lazımdır. 2 tam 4-də 1 bölünsün, 2 tam 5-də 3 olarsa, 4-də 8 üstünə 1 gələndə 9 vurulsun. 5 dəfə 2, 10 üstünə 3, 13, 5-də 13 eləyir, tərsinə də çönəndə 13-də 5. İxtisar yenə yoxdur bizdə. Aşağı olacaq 52, sürətimiz də olacaq 45. Bu qaydada olar kəsirlərin bölünməsi. Sonra gəldik, baxdıq, kəsirlərin bölünməsinə də baxdıq, vurulması, bölünməsi. Burada var, adi kəsirlərdə var, ədədin hissəsinin tapılması və hissəsinə görə ədədin tapılması. Bu hissəyə də baxaq. Ədədin hissəsinin tapılması. Cümlənin sonuna mütləq fikir verirsiniz. Cümlənin sonunda hissəni tap deyirsə, o zaman vururuq. Məsələn, 7 ədədinin 4-də 1 hissəsini tap. 7-nin 4-də 1 hissəsini tap. Belə olsa, 7 vur 4-də 1. Bu da sürətə vurulduğuna görə oldu 4-də 7. Belə. Amma sual belə olsa, 4-də 1 hissəsi 7 olan ədədi tap. Cümlənin sonuna baxırsınız, ədədi tap. Cümlənin sonunda ədədin tapılmasını istəyirsə,
O zaman ədədi hissə göstərinə bölmək lazımdır. 7 bölünsün 4də 1. Bu da tərsinə çönür. 7 vur 1də 4 olur. Cavabımız da oldu 28. Deməli, 4də 1 hissəsi 7 olan ədəd 28 imiş. Vergüllü kəsirlə də olsa yenə fərqi yoxdur. Məsələn, 10 ədədinin 10-un 0,2 hissəsini tap. Yenə cümlənin sonunda hissəni tap deyir deyə vururuq. 10 vurulsun 0,2. Cavab da eləyəcək 2. Cavabımız da neçə eləyər? Cavabımız olar 2. Sonra gələk baxaq. Bir də bizdə var idi qarşılıqlı tərs ədədlər. Qarşılıqlı tərs ədədlər nəyə deyilir? Hasili 1-ə bərabər olan ədədlərə qarşılıqlı tərs ədədlər deyilir. Buradan qısaca qeyd edirəm. Qarşılıqlı tərs ədədlər. Məsələn, 7-də 3-ün tərsi nə olacaq? 3-də 7. Adi 5-in tərsi nə olacaq? 5-in məxrəci yoxdursa, bunu bərabər qoymaq düzgün deyil. 5-i bilmirsinizsə, məxrəcinə 5, 1-də 5 deməkdir. Bu da tərsinə çönəndə yenə nə olacaq? 5-də 1 olar. Məsələn, 0 tam, buradan qeyd edirəm, 0,3-ün tərsi. Bunu adi kəsrə çevirəndə 10-da 3-dür, tərsi də olanda 3-də 10 olar. Tamı olan ədədlərin tərsini tapmaq, mütləq düzgün olmayana çevirmək lazımdır. 2 tam 4-də 1-in tərsi düzgün olmayana çevirəndə 4 dəfə 2, 8 üstünə 1, 9, tərsi olacaq 9-da 4. Tərsi olacaq 9-da 4. Adi kəsirlər bu qədər. Yenə fərqli tip olan müəyyən misalların həllində başqa bir videoda çəkib atacağım. Sadəcə video çox uzun olur deyə ona görə fərqli misalları burada vermirəm. Gəldik, baxdıq onluq kəsirə. Deməli, baxaq onluq kəsirə. Onluq kəsir görək nəyə deyilir? Məxrəci 10, 100, 1000 mərtəbə vahidləri olan kəsirlərə onluq kəsir deyilir. Məsələn, 10-da 3. Yazılışı isə 0,3 olur. Məsələn, 1000-də 15 yazılışı olur. Deməli, burada 3 dənə 0 varsa, 15-in içində 1000 yoxdursa, təbii ki, bu 0 tamdır. İndi gəldik, baxdıq. Burada 2-dən 3 dənə 0 varsa, mütləq vergüldən sonra 3 ədəd olmalıdır. Bizdə də sürətdə 2 dənədir, çatmayan yerə bir dənə 0 atdıq. 1000-də 15. Və ya əksinə. Məsələn, yazılıb 15 tam 0, 0, 0, 3. Bu ədədi çevirəndə oldu 15 tam. Burada vergüldən sonra 4 rəqəm olduğuna görə, deməli, bizdə məxrəcdəki ədədin sonunda 4 0 olmalıdır. Sürətdə də 3. 15 tam 10.000-də 3 kimi oxunur. Kimi tələffüz olunur. Sonra gəldik, baxdıq. Onluq kəsirlərin bu hissəsi tam hissəsidir. Təbii ki, bu hissədə. Məsələn, 7 tam 10-da 8-in tam hissəsi olur 7. Kəsir hissəsi olur 0,8. Daha kəsir hissəsinə durub 8 demir ya, 0,8 kimi ifadə olunur. Sonra gəldik, baxdıq onluq kəsirlərin mərtəbə vahidlərinə. Yəni, uşaqların əksəriyyəti artıq bu kəsirləri sərbəst bilir, amma bəzi uşaqlar var ki, hətta bəzi şagirdlər var ki, onluq kəsirlərin mərtəbə qiymətlərini tanımırlar. Məsələn, 121 tam 743 deyir ki, bunu 10-da 1-ə qədər yuvarlaqlaşdır. Uşaqlar deyir, 10-da 1 buradır. 4-dür və yaxud 3-dür. 10-da 1 kəsirlərin mərtəbə qiymətləri necə gedir? Tamdan əvvəlkilər adi bildiyimiz natural ədədlər kimidir. Deməli, bu təklikdir. Bura onluqdur. Bu 1 yüzlükdür. Tamdan sonra isə birinci başlayır 10-da 1. Çünki 43 olmasaydı, 43 hissəsi olmasaydı, bunun oxunuşu olacaqdı 121 tam 10-da 7. Deməli, burada 7-nin adı 10-da 1-dir. 7 oldu 10'da 1. 4 oldu 100'də 1. 3 də oldu 1000'də 1. 3-də neçə oldu? 1000'də 1. 10.000'də 1 və s. bu cürə tələffüz olunur. Məsələn, deyəndə desək ki, bizdə 10'da 1'ə qədər yuvarlaqlaşdır. 10'da 1 7'dir. 7'yə qədər yuvarlaqlaşdırıram. Olur 121 tam. Yuvarlaqlaşdırmada soldakı ədədlərə heç bir dəxli yoxdur, qaldı. 7-dən sonra 4 gəldiyinə görə 7 də artmadı, olduğu kimi qaldı.
Bu ikisi də sıfıra çöndü. Yadımızda saxlayırıq ki, onluq kəsirin sonuna və əvvəlinə istənilən qədər sıfır ata da bilərik, silə də bilərik. Əslində, məsələn, bu testin cavabında bu cavab tapılmayacaq. Çünki sıfırları həmişə buradan silirlər. 121,7 kimi tələffüz olunur. Yenə deyirəm, yadınızda saxlayırsınız ki, məsələn, 12,3-dür. Bunun əvvəlinə də və yaxud sonuna da istənilən qədər sıfır yaza da bilərik, poza da bilərik. Heç bir mənası dəyişmir. Sonra gəldik, baxdıq. Onluq kəsirlərin gələk toplanmasına və çıxılmasına baxaq. Bir də onluq kəsirləri standart şəkildə ədəd şəklində yazaq. Məsələn, 375,21-i necə yaza bilərik? 3 dənə yüzlükdür deyə 3 vurulsun 10, 3 vurulsun 100, üstəgə 7 dənə onluq, bir dənə 5 təklikdir də. Üstə gəlinsin 10-da 1-i 0,2-dir, üstəgə 100-də 1-i də 0,01-dir. Bu şəkildə açıq şəkildə yazmaq olar. Gələk baxaq onluq kəsirlərin müqayisəsinə. Onluq kəsirləri müqayisə etdikdə nə deyilişə, nə də yazılışa, rəqəmlərin sayına müqayisə fikir vermirik. Məsələn, 17,3-dür, bir də 17,216-dır. Müqayisə edəndə durub da yazılışa baxıb demirik ki, burada rəqəmlərin sayı çoxdur və yaxud tələffüzdə bu 3-dür, bu 216-dır deyə müqayisə etmirik. Nəyə baxırıq? Onluq kəsirlərin ən yüksək mərtəbədən də bir-bir baxa bilərik və yaxud da ən yaxşı üsul sayın eyni düzəldib, sonra müqayisə etmək lazımdır. Vergüldən sonra 3 ədəd var, biz də vergüldən sonra 3 ədəd düzəldirik. İndi bu oldu 17,300, bu hissə isə 17,216 olduğuna görə 17,300 daha böyükdür. Tam hissəsi böyük olan, məsələn, bu 18-dir, bu da 16,672 olsun. Tam hissəsi böyük olan ədəd, məsələn, bu 18,1 olsa, daha böyük hesab olunur. Ancaq tam hissələri eyni olanda bu dediyim üsulla kəsir yerlərin mütləq sayını eyniləşdirib, sonra müqayisə etmək lazımdır. Gələk baxaq onluq kəsirlər üzərində əməllərə baxaq. Birinci gələk toplanmasına, çıxılmasına baxaq. 7,3 üstəgə 1,25 onluq kəsirlərin toplanması, çıxılmasında yadımızda saxladığımız əsas qayda mütləq və mütləq vergülün tuşunda yazılmalıdır. 1,25 çatmayan yerə 0 əlavə edib adi qayda ilə vergülün tuşunda qoyulmaq qaydası ilə həll edə bilərik. Çıxması da eyni üsulla olacaq. Məsələn, indi yazaq 8 üstəgə 1,16. Tam ədədlə toplayanda bunu alt-altıya ehtiyac yoxdur. Tamla tam toplanır. 9,16 olar. 8 çıxılsın 1,16. Bu qayda ilə olanda 8 özü tamdır. Çatmayan yerlərə mütləq sıfırlar qoymalıyıq. 8 tam. 2 dənə 0 yazaq, çıx 16. 7-dən 1, 6. 6 tam %84 eləyər. Məsələn, uşaqlar bəzən səhv salır. 4 tam, məsələn, 4,51 üstəgə, tutaq ki, üstə gəlinsin 2,5, onda 5. 4,51 ilə 2,5 toplayıb deyirlər 6,56 olmaz. Sayını eyni düzəldirik, yəni elə bilirlər ki, elə 4 tamdan 2 tam toplayıb 6, 51 ilə də 5 toplayıb 56 deyə bilərik qətiyyən. Sayını eyni düzəldirik, 51 ilə 50-ni toplayırıq. Yəni orada da yeni onluq gəlib, 4 ilə 2 bu 7 tama düşəcək artıq bunun tamı. 4,51 üstəgə 2,50. 7,1 olar. Gələk onluq kəsirlərin vurulmasına baxaq. Onluq kəsirlərin vurulmasında vergülə fikir vermirik. 2,73 vurulsun, məsələn 1,1 yazıram. Vergülə fikir vermədən, yəni vergülün tuşundan yazmaya ehtiyac yoxdur. Adi qayda ilə vururuq.
Sayı çox olanı birinci yazıb, sayı az olanı ikinci yazıb adi qayda ilə vururuq. 7, 2. Sonra burada 3, 10, 0, 1 ya da 10. Belə. İndi sonra isə vergülü təyin etmək üçün kəsr yerlərin sayırıq. Burada kəsr yerinin sayı 2 dənədir. Bu da 1 dənə. 2 ilə 1, 3 dənə. Cəmi 3 dənə kəsr yerimiz olduğuna görə sağdan sola doğru 3 ədəd sayıb vergülümüzü qoymaq lazımdır. Sonra gələk baxaq vergüllü kəsirlərin, onluq kəsirlərin bölünməsinə baxaq. Onluq kəsirləri böləndə, məsələn, 7,25-i bölürük 5-ə. Əgər onluq kəsiri natural ədədə bölürsünüzsə, heç nəyə ehtiyac yoxdur. Adi çubuqla bölmək olar. Bölünsün 5. Burada 7 tamın içində 5 bir dəfə vergülü qoyduq. Deməli, cavabımız oldu 1,45. Yox, əgər ekranı silim. Yox, əgər onluq kəsiri, deməli, yox, əgər ki, gələk baxaq, onluq kəsiri onluq kəsirə bölürüksə, o zaman vergüldən azad eləyib bölmək daha məqsədə uyğundur. Gələk baxaq. Deməli, məsələn, yenə yazıram ki, tutaq ki, 25,5 bölünsün 0,5. Bu zaman bunu kəsir şeydən istifadə eləmək qətiyyən olmaz çubuqdan. Birinci vergülü yox eləməliyik. Gələk baxaq, deməli, burada vergüldən sonra bir dənədir, burada da bir dənədir. Hər tərəfin bir dənə 0 10-un arxasında olduğuna görə, ona görə bu sıranın hər birini 10-a vururuq. 10-a vuranda vergül geriyə çəkiləcək, olacaq 255 bölünsün, vergül geri çəkiləndə 5. Cavabımız da olar 51. Məsələn, belə olsa, tutaq ki, 25,5 bölünsün 0,05. Onda baxıram ki, buranın vergül sayı 2 dənədir, bu 1 dənə. 2 dənədirsə 100-ə vuracaq hər tərəfə, ən çoxa vururuq. Bunu da 100-ə vuracam, bunu da 100-ə vuracam. Və yaxud da belə fikirləşə bilərsiniz. Vergüldən sonrakının sayını eyni düzəldək. Burada 2 dənədirsə, burada da 2 dənə düzəldək. İndi vergülü tullayırıq. Vergülü tullayanda bizim misalımız oldu 2550. Vergülü tullayandan sonra sondakı sıfırı silə bilmərik. Amma əvvəldəkilər həmişə silinir. Çünki 005 adında ədəd yoxdur. Bölünsün 5. Burada da cavabımız eləyəcək 51, sonunda 510. Vergüllü kəsirlərin bölünməsində və məsləhət görərəm ki, bəzi uşaqlar vergüllü kəsirlərin bölünməsində əziyyət çəkdiyinə görə adi kəsirə çevirib bölmək daha əlverişlidir. Adi kəsirə çevirib bölsəniz, o zaman səhv etmə ehtimalınız sıfıra düşər. Sonra uşaqlar, burada var vergüllü kəsirlərdən sonlu onluq kəsir. Gərək görək sonlu onluq kəsir nəyə deyilir? Deməli, sonlu onluq kəsir. Onluq kəsir. Məxrəci 2 və 5-dən ibarət, 2 və 5-in hasillərindən ibarət olan kəsirlər sonlu onluq kəsirdir. Məsələn, belə baxaq, 2-də 1. Kəsr xətti bölmə deməkdir. 1-i 2-yə böləndə 0,5. Görürsünüz, sonludur. Yəni, təkrarlanma falan olmadı. Məsələn, 10-da 3. 10 sadə vuruqlara ayıranda 2 və 5-dir. Ona görə 0,3 oldu. Dövr söhbəti yoxdur. Və yaxud da 5-də 2. 2-ni 5-ə bölsəm çubuqla 0,4 qalır. Görürsünüz, təkrarlanma falan yoxdur. Deməli, məxrəci ya 2 ola bilər, ya 5 ola bilər və yaxud da ki, 2 ilə 5 bir yerdə də ola bilər. Olarsa, belə kəsirlərə deyirlər sonlu onluq kəsir. Yox, digər bir vuruq yaranarsa orada olur sonsuz dövr onluq kəsir. Məsələn, suallara baxıram. 16-da 3, tutaq ki, 35-də
6. Deyir ki, bunlar sonludur. Hansı sonludur, hansı sonsuzdur? 16-nı sadə vuruqlara ayırsam, 2-yə 8, 2-yə 4, 2-yə 2, 2-yə 1. Deməli, 16 4 dənə 2 deməkdir. Biz demişik, ikilər olanda sonludur. Deməli, bu oldu sonlu, sonlu. Burada isə 35-də 6-da, 35 5 ilə 7-dir sadə vuruqlara ayıranda. 5 uyğundur, amma 7 qaydamızı pozduğuna görə demişik, ya 5 ola bilər, ya 2 ola bilər. Kənar ədəd ola bilməz. Onda bu kəsir olur sonsuz. Yəni 6-nı 35-ə böləndə belə konkret cavab almayacaq. Uzana-uzana davam eləyəcək, dövr eləyəcək. Bu da oldu sonlu və sonsuz dövrü onluq kəsir. Burada bəzən çaşdırıcı da olur. Məsələn, verir 35-də 7. Uşaqlar vərdiş eləyib məxrəci sadə vuruqlara ayırıb baxır. Ancaq ixtisar varsa, mütləq birinci ixtisar. Buna sonsuz deyirlər. Ancaq mütləq birinci ixtisarı eləməliyik. 7-nin içində 7 bir dəfə, 35-in içində 5 dəfə. 5-də 1 artıq oldu sonlu. Amma şagirdlər görür 35-i təkcə götürür, sadə vuruğa ayırır, deyir sonsuzdur. Gələk baxaq sonsuz dövr onluq kəsirlərə. Görək sonsuz dövr onluq kəsirlər nəyə deyilir? Kəsirin adi kəsiri onluq kəsirə çevirdikdə, dövr eləyərsə, 1-i 3-ə böləndə, yoxdur içində 0 tam, 0 atdıq 3 dəfə, 9, yenə 1 düşdü, 0 atdıq 3, 3. Bu qayda ilə davam eləyəcək. Buna deyirlər sonsuz dövrü onluq kəsir və qısa olaraq 0 mötərizənin içində 3 kimi ifadə olunur. Məsələn, bir də baxım 6-da tutaq ki, 1-ə baxaq. 6-da 5-ə də baxa bilərik, problem yoxdur. Gələk 5-i bölək 6-ya. Bu zaman 0 tam atdım. Deməli, neçədə 8 dəfə 6, 48 olar. 20-nin içində 3 dəfə 6, 18, yenə 20, yenə 3 dəfə 18. Bu qayda ilə davam eləyəcək. Bunu isə biz yazırıq 0 tam 8 dövrdə 3. Deməli, sonsuz dövrü onluq kəsirlər 2 cür ola bilər. Biri saf, digəri isə qarışıq. Əgər tamla mötərizənin arasında heç bir ədəd yoxdursa, bu olur saf. Əgər tamla dövrün arasında hansısa bir ədəd varsa, buna da deyirik qarışıq. Qarışıq dövrü onluq kəsir. İndi biz adi kəsirləri dövrüyə çevirməyi bildik. İndi gəlib tərsinə. Bizə dövrü verilsə, bunu adiyə necə çevirə bilərik? Məsələn, 7 tam dövrdə 13, safı bir dənə də qarışıqdan çevirin. 5 dövrdə 18. Bunu. Deməli, tama dəxli yoxdur, tam həmişə qalır. Mötərizənin sayı qədər həmişə məxrəci 9-lar yazılır. Sürətli də sadəcə 13. Saf dövrü də çox sadədir. Tam olduğu kimi qaldı. Mötərizənin sayı qədər 9-lar yazdıq. 13 isə sürətdə yazdıq. Sonra gəldik qarışığı çevirək baxaq. Yenə tama dəxli yoxdur. Mötərizə həmişə yenə 9 olur sayı qədər. Mötərizə ilə tamın arasındakı ədədin sayı qədər 0 atılır. Sürətdə isə tamdan sonraki ədəd olduğu ki, ardıcıllıqla yazılır. 518 çıxıq, ortada qalan hissə. Bu da bərabər olur 2 tam 999-da 513-ə. Bu şəkildə deməli dövrü kəsirlər veriləndə safı da, qarışığı da göstərdim ki, hansı şəkildə adi kəsirə çevirmək lazımdır. Bu qeydi yadınızda saxlayırsınız. Məsələn, 2 tam dövrdə 5, 2 tam dövrdə 55, 2 tam dövrdə 555 və s. olsa, bunların hamısı həmişə bir-birinə bərabərdir. Dövrdəki eyni ədədlərdirsə, o zaman bunların hamısı bir-birinə bərabər olur və həm də buna da bərabərdir. 2 tam 5 dövrdə 5. Həmçinin də bu da bunlara bərabər olur. Bu qeydi həmişə yadınızda saxlamaq lazımdır. Bir şey də yadınızda saxlayın ki, dövrdə verilmiş ədəd 9 və ya 0 olarsa, o zaman bu elə natural ədədə bərabərdir. Məsələn, 6 tam dövrdə 0 elə 6 tam deməkdir.
və yaxud 6 tam dövrdə 9-dursa, bu elə 7 tam deməkdir. Çünki adi kəsrə çevirəndə 6 tam 9-da 9 deməkdir. Bu da 7 tama bərabərdir. Bir də deyirəm, əgər dövr eləyən ədəd 0-dırsa, bu elə tama bərabərdir. Dövr eləyən ədəd 9-dursa, o zaman tamı bir vahid artırmaq lazımdır. Bu da bizim dövrü kəsirlərin adiyə falan çevrilməsi. Bir də dövrü kəsirlərdə bir dənə də vacib qaydanı deyim. Dövrü kəsirləri müqayisə etdikdə, bu tez-tez sınaqlara falan düşür. Müqayisə etdikdə qətiyyən bunu adi kəsirə çevirmirik. Məsələn, 2 tam dövrdə 72 və yaxud 2 tam dövrdə 7 dövrdə 2 və yaxud da ki 2 tam adi 72 olsun. Deyir ki, bu ədədləri müqayisə eləyin. Biri A olsun, biri B, biri C müqayisə eləyirik. Qətiyyən və qətiyyən bunu adi kəsirə çevirəndə 2 tam çevirib müqayisə etmək olmaz. 2 tam 99-da 72 falan qətiyyən yazmaq olmaz. Bu zaman sadəcə dövr eləyən hissəni təkrar 2 dəfə və yaxud 3 dəfə yazmaq lazımdır. Bunun yerinə yazaq 2 tam 7, dövr eləyənlər 2-lərdir. Burada isə dövr eləmə falan yoxdur. İndi adi qayda ilə müqayisə edirik. Tam yerləri eynidir. İkinci onda 1 eynidir. 100-də 1 eynidir. Bu birisilərdə 1000-də 1 var, amma C-də yoxdur. Deməli, ən kiçik ədədimiz C oldu. Sonra gəldik A ilə B-yə baxırıq. Bunun 1000-də 1-i 7-dir. B-nin 1000-də 1 isə 2-dir. Təbii ki, A B-dən daha böyükdür. Sonra B kiçik oldu, ən böyüyü də A oldu. Bu qaydanı yadınızda saxlayırsınız. Dövrü kəsirləri müqayisə etdikdə qətiyyən onları adiyə çevirmək olmaz. Sadəcə dövr eləyən hissələri təkrar yazırıq, sonra isə adi qayda ilə müqayisə edirik. Növbəti bir videoda hazırlayacağım. Adi onluğa aid fərqli misal tiplərinin həllərin hardasa 15-10 dənə sual yazıb video hazırlayıb qrupa atacağım.